Hər kəsə salam, mən Əsmər Nadirova. Bu günləri sizlərə Osmanlı dövlətinin mövzusunun izahını verəcəm. Uşaqlar, kanalımızın irəli getməsi üçün kanalımıza abunə olmağı sizdən xahiş etmək istəyərəm. Və dərslərimizə də qeydiyyat davam edir. İndi isə davam eləyək dərsin izahına. Biz deyirik ki, uşaqlar, Malazgirt savaşı 1071-ci ildə oldu. Alparslan qələbə çalandan sonra Oğuzların Anadoluda yerləşməsi prosesi sürətlənəcək. Böyük Səlcuq sultanlığı parçalananda onun yerində yaranan dövlətlərdən biri də Rum Səlcuq sultanlığı idi. Hansı ki o Anadolu Səlcuq sultanlığı da adlanırdı ki 1077-ci ildən 1308-ci ilə qədər mövcud olmuşdur. Türkiyənin qərbində yaranmışdır və 13-cü yüzilliyin birinci yarısında Çingiz xanın Türkistana yürüşü ilə əlaqədar Monqolların təzyiqi ilə Mərkəzi Asiya, Azərbaycanda yaşayan bir çox Oğuz türkləri də bu ərazilərə köç etmişdir. Və Əlaəddin Keyqubadın dövründə də xeyli güclənmişdir. Yəni, nədir güclənmişdir? Hansı dövlət? Anadolu Səlcuq sultanlığı 1-ci Əlaəddin Keyqubadın dövründə güclənəcək. Yarandığı vaxtdan Bizansa qarşı uğurlu mübarizə aparmışdı. Elxani hökmdar Qazan xanın yürüşü nəticəsində amma zəifləyəcəkdir. Gəldiyi Anadoluda Oğuz tayfalarından biri də Qaylar idi. Uşaqlar, Qaylar Osmanlı dövlətini yaradanlardır. Tez-tez testlərdə Qınıq və Qay boylarını görəcəksiniz. Qınıqlar Səlcuqlar idi, Qaylar Osmanlılar idi. Qay tayfasına Süleyman Şah başçılıq edirdi. Süleyman Şah da vəfat edəndən sonra onun yerinə gələcək bu məşhur televizorda da seriallarınız gördüyünüz Ertuğrul bəy. Ertuğrul da Anadolu Səlcuq sultanlığı ilə əlaqələr yaradacaqdır və onların belə deyək də dəstəyi ilə Bizans sərhədlərində gəlib yerləşdiriləcəkdir və Bizanslılarla mübarizə aparacaqdır. Deməli, Ertuğrul bəyə Domançı dağı, İrəməni beli yaylaq olaraq veriləcək, Söyüd isə qışlaq yeri kimi onlara təqdim edilmiş olacaqdır. Daha sonra deyirik ki, vacib hissələr izahını verək uşaqlar. Osman Qazinin dövlət yaratmaqdan öncəki fəaliyyəti görək nələr eləyibdi. Osman Qazi də Ertuğrul Qazi vəfat edəndən sonra Qaylara başçılıq etməyə başlayacaq. O da Bizans feodalları ilə əslində dinci münasibət qurmaq istəyir. Amma Bizansların gözü belə desə Qayları götürmür. Qayların torpaqlarında idi onların gözü. Ona görə də Bizans feodalları müharibə etmək qərarına gələcəklər və təbii ki də buna Osman belə deyək biganə qalmayacaq. Və Anadolu Səlcuq Sultanı 3-cü Əlaəddin Keyqubad da Osman Qaziyə dəstək verəcəkdir. Bundan sonra Osman Qazi Qaracahisarı və digər Bizans vali təfəkkürlərini, qallarını fəth edəcəkdir. Bu uğurlarına görə Anadolu Səlcuq Sultanı tərəfindən mükafatlandırılacaqdır. Uşaqlar diqqətli olun, Qaracahisarın fəthi, Bizans valilərinin, təkfurlarının, qallarının fəthi hələ Osmanlı dövləti yaranmamışdan öncə olacaqdır. Yəni, Qaracahisar uğrunda döyüş gedəcəkdir 2 gün müddətinə. Bu döyüşdə də Osman qalib gələcək, Qaracahisarı fəth edəcəkdir. Görək necə oldu, bəs Osmanlı dövləti yarandı. Elxani hökmdarı Qazan xanın yürüşü nəticəsində Anadolu sultanlığı zəiflədi. Anadolu Səlcuq sultanlığının zəifləməsindən istifadə edən Osman Qazi 1302-ci ildə müstəqil dövlət yaratdı. Həmin ildə fəth etdiyi qalaları, məscidlərində oxutduğu xütbələrdə öz adını göstərməsi bunun sübutu idi. Osman Qazi 1302-ci ildə dövləti yaratdıqdan sonra sənətkarlara, xristiyan əhalisinə xoş münasibət göstərməsi onun nüfuzunun artmasına səbəb olacaqdır. Güclənməsi Bizans feodallarına ona qarşı birlik yaratmasına gətirib çıxaracaqdır ki, Osman da onlara qarşı mübarizə aparacaqdır. Ancaq Bizans burada məğlub olacaq, Osman qalib gələcək. Bizansın əlində olan Bursa şəhəri mühasirə alınacaq. Diqqətli olun, Bursanı mühasirə edən Osmandır. Bursa qalasının fəthi Orxan Qaziyə nəsib olubdur. Deməli, 12 illik mühasirədən sonra Orxan da Bursanı fəth edəcəkdir. Orxan Qazinin hakimiyyət dövrü 1326-dan 1362-ci ilə qədər oldu. Bunu yaxşı yadda saxlamaq üçün uşaqlar 26 ilə 62 rəqəmlərin yerini dəyişmək məsləhət görərəm. Hətta Bursa qalasının divarları önündə Osman belə deyək də vəsiyyət etmişdi ki, məni qalanın önündə dəfn edərsiniz və Bursa qalasının önündə də dəfn olunacaqdır. Bursa şəhəri mühasirəsi zamanı bizim Azərbaycandan da Xoy şəhərindən Geyikli Maral Baba da köməyə getmişdir. Qayların mərkəzi paytaxtı Söyüd idi dövlət yarananda. Amma Bursa fəth olunandan sonra
1326-cı ildə paytaxtı Bursaya köçürəcəklər. Öz ərazilərini genişləndirmək təşəbbüsü Bizansla müharibələrə səbəb olacaq. Məşhur Maltepe döyüşü var uşaqlar 1329-cu ildə Osmanlı oxçuları hesabına döyüşün tarihi həll olunacaq. Bizanslar məğlub ediləcək. Deməli, nə vaxt oldu Maltepe döyüşü? 1329 Osmanlı oxçuların hesabına qalib gələcək. Sonra gəldik Gelibolu'nun fəthinə 1354. Hansı ki Balkanlara hücum üçün böyük əhəmiyyətə malik idi. Keçlərə xronologiyada düşəcək ki, Balkanlara hücum üçün böyük əhəmiyyətə malik döyüş, hansı ki biz onu Gelibolu götürəcəyik 1354. Daha sonra inzibati islahatlar keçirəcək, dövləti paşalıqlara, sancaqlılara böləcək, yeni pullar zəbt edəcək. Kim? Orxan Qazi. Sonra Bizansın Anadolu torpaqlarından qovulması Orxan Qazinin ən böyük nailiyyəti idi. Testlərdə qarşınıza çıxacaq. Deməli, Orxan Qazinin ən böyük nailiyyəti nə oldu? Bizansları Anadolu torpaqlarından qovub çıxarması. Və bununla da dövlətin şimalda sərhəddi Qara dənizə, qərbdən Konstantinopola, cənubdan Egey dənizinə gedəcəkdir. Bununla da Osmanlı dövləti dəniz dövlətinə çevrildi. Diqqətlə yadınızda saxlayın. Osmanlı dövləti dəniz dövlətinə kimin dövründə keçdi uşaqlar? Orxan Qazinin dövründə və İzmit şəhəri də Osmanlı donanmasının mərkəzi olacaqdır. Daha Orxandan sonra hakimiyyətə gələcək 1-ci Murad. Hakimiyyət illəri oldu 1362-dən 1389-cu ilə qədər. Osmanlı dövləti ilk dəfə olaraq Muradın dövründə sultan titulu daşıyacaq. Paytaxtı Bursadan fəth etdiyi Ədrinə şəhərinə köçürəcək. Nə vaxt? 1362-ci ildə. Bütün diqqəti Balkan yarımadasının fəthinə yönəldəcəkdir. Bax, bayaqlar dedik, Balkan yarımadasının fəthi üçün strateji qala oldu Gelibolu qala. Bunu etdi Orxan. Bütün diqqəti Balkan yarımadasına yönəldən kimi deyəcəyik? Muradı deyəcəyik. Daha sonra Balkan yarımadası uğrunda döyüşdə Çirmən döyüşü olacaq 1371-də. Serbiya qarşı vuruşacaqdır. 70 minlik Serbiya qoşununu darmadağın edəcəkdir. Serbiya Osmanlı dövlətindən asılı vəziyyətə düşəcək. Uşaqlar, Serbiyanın aslı vəziyyətə düşməsi Muradın dövründədir. Serbiyanın fəthi 1-ci İldırım Bəyazidin dövründədir. Serblərin Çirməndəki məğlubiyyətin əvəzini çıxmaq üçün yenidən döyüşə girəcəkdir. Bu da Kosova döyüşü olacaq uşaqlar 1389, ancaq yenə də arzuları ürəyində qalacaq, baş tutmayacaqdır. Yəni Bolqaristanla Serbiyanı Murad fəth edəcək. Ancaq onları belə deyək də asılılığı qəbul edən Muradın dövründə olacaq, amma tam fəthini başa çatdırılması İldırım Bəyazidin dövründə olacaq. Sonra 1396-cı ildə Niqbolu döyüşü olacaqdı. Burada Niqbolu döyüşündə Avropa sərhədçilərinə qarşı Osmanlılar vuruşmuşdur. Burada da Bolqaristan, Serbiya tamamilə fəth olunacaqdır. Yenə əsas diqqət Konstantinopolun şəhərinin tutulmağındaydı. İldırım Bəyazid tam tabanı hər şeyi planlamışdı. Buna özü də xəbər olmadan imkan verməyəcəkdi. 1402-ci ildə Ankara döyüşünü aparan Əmir Teymur. Və bu Ankara döyüşündə Osmanlı məğlub oldu. Birinci belə deyək də Bəyazid əsir alındı. Osmanlı fəthlərindən Avropanı heç özü də Teymur bilmədən xilas etmiş olacaq. Avropalılar buna o qədər sevinirlər ki, Roma papası 3 gün ərzində fasiləsiz kilsə zəngilərin çalması haqqında əmr verəcək. Bununla da Konstantinopolun fəthi 51 il gecikmiş olacaqdır. Gəldi indi 2-ci Mehmetin hakimiyyət dövrünə 1451-dən 1481-ə qədər hakimiyyətdə olan 2-ci Mehmetin dövründə Osmanlı dövlətinin qüdrəti yenidən bərpa olunacaq, qərbdə, şərqdə yeni ərazilər işğal olunacaqdır və məşhur Konstantinopolun fəthi, tarixin fəthi, belə deyək, məşhur döyüşlərindən, hadisəsindən biri 1453-cü ildə Konstantinopol fəth olunacaqdır və bununla da Bizans imperiyası süqut edəcəkdir. Konstantinopolun adı dəyişdirilib İstanbul adlandırılacaqdır. Bu məşhur fəthə görə də 2-ci Mehmetə Fatih təxəllüsü veriləcək. 2-ci Mehmetdə müqəddəs Sofiya kilsəsində namaz qılacaq. Tez xatırlayaq görək, müqəddəs Sofiya kilsəsi uşaqlar nə vaxt inşa olmuşdu? Kim 6-cı əsr dedisə düz dedim. Yəni Justinianın dövründə 6-cı əsrdə müqəddəs Sofiya kilsəsi inşa olunmuşdu.
İndi gəldik Trabzonun fəthinə. 1461-də Trabzonda fəth olunacaqdı. Ağqoyunlarla müharibə aparılacaqdı. 2-ci Mehmedin dövründə. Sonra Venesiya qarşı müharibə var idi. 2-ci Mehmedin dövründə qanunnaməsi var idi 1476-cı ildə və 2-ci Mehmeddən sonra hakimiyyətə 2-ci Bəyazid gələcək. 1481-ci ildən 1512-ci ilə qədər. 1481-1512-ci ildə 2-ci Bəyazidin dövründə yaxşı bir insan olub o. Mömin ədalətlə dövləti idarə etdiyinə görə ona Vəli adı veribdi. Hətta İspaniyadan qovulan yahudilərə Osmanlı ərazisində sığınacaq da vermişdi. Baxın, diqqətli olun. Ağqoyunlarla müharibə aparan 2-ci Mehmed idi. Amma 2-ci Bəyazid Ağqoyunlu Yaqub padşahla dostluq əlaqəsi yaradacaqdı. Şah 1-ci İsmaillə hökmdar kimi tanıyıb onunla dostluq əlaqəsi yaradacaq. Misir Məmlük Sultanlığı ilə dostluq əlaqəsi yaradacaq. Venesiyalar üzərində parlaq qələbə qazanacaq. Venesiyalarla müharibəni uşaqlar 2-ci Mehmedlə oxşarlıq götürə bilərik. Hər ikisi Venesiya ilə müharibə aparıbdı. 1512-ci ildə oğlu Səlim tərəfindən hakimiyyətdən zorla uzaqlaşdırılacaq. Bəs gəlin görək bunun oğlu 1-ci Səlim nə edəcəkdir? Səlim də 1512-1520 cəmi cümlətanı 8 il hakimiyyətdə olsa da, amma o qədər qəddar olacaq ki, Yavuz təxəllüsü ilə tarixə düşəcəkdir. Və hakimiyyətdə olduğu vaxtı deməli atası kimlərlə dostluq eləmişdi? Səfəvilərlə, Misir Məmlük Sultanlığı ilə. Bu onlarla müharibə aparacaqdır. Səfəvilərin hakimiyyətini qəbul etmişdi atası 2-ci Bəyazid, ancaq bu Səfəvilərin üzərinə 1514-cü ildə məşhur Çaldıran döyüşünü aparacaqdı. Qələbə qazanır, Təbriz tutulur. Amma Səfəvlərin hücum təhlükəsinə görə Təbrizi Azərbaycan ümumiyyətlə tərk etmək məcburiyyətində qalacaq. Bundan sonra gedəcək Misir Məmlüklüyünün üzərinə. Və 1517-ci ildə Misir Məmlüklüyünü tutacaqdı. Özünü İslam dünyasının xəlifəsi elan eləyəcək. Diqqətli olun, testlərdə xəlifə təxəllüsünün daşımasını, xəlifə titulunu daşımağını Osmanlı sultanı ilə ərəblərə oxşarlıq götürə bilərik. Daha sonra hakimiyyətə gələcək 1-ci Səlimdən sonra onun oğlu Süleyman 1520-1566-cı ildə olubdu. Onun dövrü tarixə möhtəşəm qanuni adı ilə belə daxil olunubdu və Osmanlı dövləti özünün ən qüdrətli dövrünə çatacaq. Testlərdə qarşınıza çıxsa ki, özünün ən qüdrətli zirvəsinə çatdı Süleymanın dövründə, amma dünya dövləti oldu dedikdə uşaqlar 2-ci Mehmedin dövrünü götürəcəksiniz. 1521-ci ildə Osmanlı ordusu Belqradı tutacaq. 1526-cı ildə Moxaz döyüşündə Macar çexləri məğlub edəcəkdir. Avstriya ilə 3 dəfə hücum edib Avstriya 1529, 1541 və 1566-cı ildə. 1533-cü ildə Avstriya ilə sülh müqaviləsi imzalayacaqdı. Daha sonra 1541-ci ildə Avstriya hücum edəndə biz demişdik ki, Habsburglar sülaləsi hansı dövlətləri idarə edirdi uşaqlar? Avstriya, İspaniya, Müqəddəs Roma. Və 1541-ci ildə Avstriya hücum edəndə Süleyman, axı biz demişdik ki, İspaniyada belə deyək də Habsburglar sülaləsinin nəsli idi. Ona görə İspaniya Osmanlı mülkü olan Əlcəzair sahillərinə qoşun çıxardacaq, amma Allahı işi qasırğa olacaq və onlar da burada dənizdə batacaqlar. Sonra 1535-ci ildə Fransa ilə kapitülyasiya sülhü var idi Süleymanın. Daha sonra Şimali Afrikada xeyli ərazilər ələ keçirmişdi. Bunu oxşarlıq ərəblərlə götürə bilərik. Fransaya kömək eləyəcək ki, Korsika adasını tutursun. 1566-cı ildə gedib Zigetvarı mühasirəyə alacaq, ancaq ki ömrü belə deyək də vəfa etməyəcək ki, Zigetvar qalasının fəthi ona qismət olsun, amma nəsil kökləri onu bacaracaqdı. Daha sonra hakimiyyətə Süleymanın oğlu 1566-1574-cü ildə 2-ci Səlim gələcəkdir. 2-ci Səlimin dövründə Osmanlı dövləti nüfuzu daha da artacaqdı. Portuqaliya işğalı altına düşmək istəməyən İndoneziya müsəlmanlarının xahişi ilə Osmanlı donanması 1569-cu ildə təcavüzkarı geri otuzduracaqdı. Xüsusi strateji əhəmiyyəti olan Kipirin fəthi var 1571-ci ildə. Daha sonra 3-cü Murad 1574-1595-ci ildə Amasya sülhünün şərtlərini pozacaqdı. Xoya hücum edəcəkdi və bununla 2-ci Səfəvi Osmanlı müharibəsi başlayacaqdı və 1-ci İstanbul sülhünü imzalayan 3-cü Murad olacaq 1590-cı ildə. 1-ci Əhməd 1603-1617-ci ildə hakimiyyətdə olur. O da Səfəvlərlə müharibə aparıb 1612-ci ildə Sərab sülhünü imzalayacaq. 2-ci Osman var idi, Mərənd sülhünü imzalayan 1618
18, ancaq onun Şah 1-ci Abbasla münasibətləri yaxşı idi və dostluq münasibətləri saxlayırdı. Daha sonra 1623-dən 1640-cı ilə qədər hakimiyyətdə olacaq Murad, o da İrəvana 1635-də, Bağdadı 1638-də ələ keçirəcək, 1639-da Qəsr Şirin sülhü imzalayacaqdır. Burada varidə Osmanlı dövlətlərinin paytaxtı uşaqlar 1-ci Söyüd olub 1302-dən 1329-da, sonra Bursa olub 1329, 1362, bəzi kitablarda bu 1326 olaraq da qeyd olunur. Ədirnə olacaqdır 1362-1453, sonra İstanbul olacaq 1453-dən 1922-yə qədər. Dərs izahımız bu qədər.